Hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq. Xəzər Futbol Liqasında 14-cü sezonun məhz İlk tur çərçivəsində bu görüşdə veteranlar və Laçın komandaları üzrə gəlir. Laçın fasilə 2-0 hesab önündə yollandı. Veteranlar önündə görə ikincisidə nə izləyəcək fasilə edilən məşvərət, söhbət komandaya nə cür təsir edəcək və ikincisidə hesab kimin lehinə dəyişəcək? Hansı ki veteranlar geri dönüş mü edəcək, yoxsa Laçın tərəfi üstünlüyünü bir qədər də artıracaq? Seyran Quluzadə görüşdə hesab açmışdı. Digər qolun müəllifi isə Elçin Məmmədov olub. Ötürmək isə Cavad Qarayev. Təkrar əmr İlyas Maksimov. Cavad Qarayev. Olmasın bu olsun dedi. İlk zərbəsini də verməyə bacardılar amma təkrar zərbədə top qapıdan keçir. 3-0 fasilədən qolla qayıdır Laçın tərəfi. Laçın 3 veteranlar 0. İlyas Maksimov, Seymur Səlimov. İki hissədə də onların kifayət qədər təhlükəli həmlələri, cəhdləri oldu, amma hələ ki onlar adına nəticə hasil olmayıb. Ekranımızı da bəyənirik, paylaşırıq. 450 nəfərik. Zəhmət olmasa bəyənək paylaşaq. Suallarınız, sözünüz olduqca da çəkinmədən yazın. Mən də cavablandırma hazıram. Məhəmməd Ramazanov, veteranların kapitanı. Vasim Mahmudzadə bir qədər ayaq saxladı. Təzyiq var. Vasif, alda cəmlələr. Qarşı kəsilir. Səlimov. Rövşən Musayev. Bəyənənlər var olun. Aşağıda darınızı görürəm. Sizlər ayrıca minnətdarım. Və qayda pozuldu. Rövşənə qarşı qayda pozulmuşdu. Top Elmarda qaldığı üçün, Kamal yoldaşına qaldığı üçün öfər bir qədər davam etdirdi. İndi üstünlük etdiyi üçün məhz cərimə zərbəsi qayda pozuntusu yerinə yetiriləcək. Elmar Mahmudov deyəsən yerinə yetirməyə, zərbəni yerinə yetirməyə hazırlaşır. 2 nəfərdən ibarət canlı sədd var. Elmarın zərbəsi canlı səddə idi. Milyosü Vəsənov bir qədər rəqibin təzyiqini gözləyir. Seyran Quluzadə. Zərbə çəkdi Fəxrallah Verdiyev. Zadlarına tilsim qırmaq istəyir hələ ki, onlar qapının kilidini aça bilməyib. Və qayda pozulub. Yerdən bir müdaxilə qayda pozuntusudur. Çəkiliş və şərhlə bağlı mənə zəhmət olmasa şəxsinə yazın. Məhz yayından sonra cavablandıracaq. Bu arada standart vəziyyəti qola çevirdilər. Seyran Quluzadə. İlyas Maksimov çox məyus görünür. Toxunsa da dəf edə bilmədi. Qapısının ayaqları arasından top qapıya daxil olur. Seyran isə dublunu rəsmiləşdirdi. Mənə şəxsən yazın, yayımdan sonra cavablandıracağım. Bir daha xatırladaq, Yeni Suraxanı stadionunda məhz Laçının 4-0'lık üstünlüğü var. Veteranlar önündə. İlyas Maksimov. Vasim Mahmudzadə. Seymur Səlimov. Daha yaxındır yayında rəqibinə. Səlimov. Seymur.
Meydanda yad cisimlər var idi, tərk etdilər. Fəxri Allahverdiyev. Qayda pozul. Yazdım burada. Standart vəziyyəti izləyək. Duran top şansı görək. Bu standart vəziyyəti necə yerinə yetirəcəklər? İşarə gəldi. 2 nəfərdə ibarət canlı səhət var. Kifayət qədər təhlükəli nöqtədir. Türmə ilə başladılar, alınmadı. İlyas Maksimov. Zərbə çəkdi Elmar Muratov. Kontrol abi. 5-0 oldu. Qapısının qapıda olmamasını istifadə etdi. Orada Ramazanov komanda yoldaşını sığortalamaq istədi amma istədiyi kimi alınmadı. Elmar Muratov da fərqlənən siyasının öz adını yazır. Bir Şərif Hüseynov. Rövşən. Elmar Muratov, Fəxri Allahverdiyevin təzyiqi var. Bəlkə də onlar adına gələcək bir qol. Tilsimin qırılması komandanı bir qədər ümidləndirə bilər, hərçənd ki, digər qollara çox gedə bilər. Ramazanov rəqibinin yayında Məhəmməd Ramazanov ötürmə. Sonunda Rövşən Musayevin müdaxiləsi var idi. Müdafiədə ötən dəqiqələr ərzində yaxşı işlər görürlər. Hələ ki keçid verməyiblər. Qapqarsa parlı ötürmə, heç kəs soxuna bilmir. Elçin Məmmədov taban ötürməsi Cavad Qarayev. Cavad Qarayev qazandı. Aktivində qol da var. Elmar Muratov. Rövşən tələsmir. Fəxri Allahverdiyev. Elmar Muratov. Qayda pozulmuşdu. Orada Mir Yusuf Əfəz Həsənov əvəzlənib. Onun vəzinə digər qapıcı artıq meydandadır. Bu Fərdi Musayevdir. Xatırlatmasını edək ki, yeri gəlmişəm. Cavad Qarayev. Cavad Qarayev gördən bir müdaxilə. Topa aid edir referim. Seymur Səlimov. Səlimov. Seyran. Seyran Quluzadə. Efendim üstünlüyə bıraxıb Rövşən. Qapqarsa parlı ötürmə. Cavad və gol. Cavad Qarayev. (6-0) cavabsız gol. Cavad dubledir. Xəzər Futbol Liqasında 14-cü sezonun ilk turunda məhz o komandalar üzrədir. Veteranlar və Laçın komandaları üzrə gəlir. Elçin Məmmədov köntök davranış üçün sarı vərəqi göstərildi. Topla birgə rəqib də ayağına zərbə indirmişdi. Sakin! Komanda sakin!
Bir qədər aqressiya gərginlik üçün oyun bərpa olunacaq. Bir daha qeyd edək, indi oyun artıq bərpa olundu. Xəzər Futbol Liqasında 14-cü sezonun ilk turunda qrup oyunları çərçivəsində bu görüşdə veteranlar və Laçın komandaları üzrədir. Laçının 6-0'lık üstünlüyü var veteranlar önündə. Səlimov bir rəqibinə yayındı. Seymur Səlimov ara ötürməsi. Fəxrullah Verdiyevin təzyiqi var idi. Elmar Muradov Cavadı Qatdəmliyə Qarayev ram edə bilmir. Səlimov Fəxrullah Verdiyev Yeni gelenlerimiz hoş gördük. Nöreferi məhz veteranların kapitanlığı Mehmet Ramazanov yanına çağırdı. Oyuncuların bir qədər sakitləşməsini istədi. Zənimcə məhz Ramazanova bunu qeyd edirdi Fəqan Kərimov. Əks təqdirdə məhz vərəqələr ard-arda sıralanacaq. İlyas Maksimov, Vasim Mahmudzadə diaqonala doğru ötürmə Elçin Məmmədov qarşıladı. İşte ikinci qolundan gəlmişdi. Cavad Qarayev, Vasif topu meydandan çıxarır. Korner. Qarşılaşmada son 10 dəqiqə. Bunda xatırlatmasını edək. Görə qalan dəqiqələr ərzində hesabda dəyişiklik olacaqmı? Səlimov Cavadla mübarizə apardı Seymur Səlimov. Qarayev təqib edirdi rəqibini Məhəmməd Ramazanov. Bitirdilər Cavad. Pasif qaydanı pozmuşdu. Topa deyil də rəqibin ayağına zərbə indirir. Artıq 6-cı faaldır. Demək ki, qapıyometrli bir başa zərbə fərqi bir qədər də artırmaq üçün yaxşı bir imkan. Cavad Qarayevin aktivində 2 gol var. Seyran mı yoxsa Cavad mı? Seyran. Seyran Quluzadə zərbəni yenitirəcək. İlyas Maksimov və Seyran yenidən üz-üzədir. İşarə gəldi. Zərbə çoxdu Seyran Quluzadə. Bu zərbəni dəf etmək qeyri-mümkün idi. Maksimov mənim kimi seyr etməklə kifayətlənir. (7-0) oldu. 7 cavabsız gol. Aleyküm salam. Yayından sonra çatdıracağım. Yayının ortasında alamaz Elçin. Cina doğru ötürmə Vasif. Fəxrullah Verdiyev. Rəqibin zənimcə qalan ümidləri də bir qədər qırıldı qoldan sonra. Seymur Səlimov Zavadla üz-üzə edir. Səlimov bir qədər ayaq saxladı. Məhəmməd Ramazanov kapitanı qatır əmləyə. İlyas Maksimov. Cavad Qarayev. Vasif.
Cavad Qarayev. Başlayabilirsin tez başla. Canlı yap. Rövşən Musayev, Səlimov rəqibin üzərinə şığıyır qazanır. Davan ötürməsi Seymur Səlimov. Şən top elə keçirdi, amma zərbə geri dəqiqdir. Vasiv, İlyas Maksimov. Bir-birlərini başa düşmədilər. Mehmet Ramazanov. Zinador Asif. Səlimov taban ötürməsi. Fəxri zərbə! Fəxri Allah verdi. Axır ki, vaxtardıqları qol tapdılar. Amma görək bu bəs edəcəkmi? Məğlubiyyətdən xilas olmaq üçün 1-7. Hesab mənə dünya çempionatının finalını xatırlatdı. Hansı final idi siz qeyd edin. Səlimov. İlyas Maksimov. Səlimov var ötürməsi. Fəxri. Təkrar əmləcəkdir Səlimov. Yaxın küncünü nişan aldı, amma top çöldən yandırılar sikələdi. Çərçivəyə düşmə mümkün olmur. Seymur, Fəxri Allahverdiyev. Hər iki oyuncu gözlədi. Seyran Quluzadə. Asif 2 nəfərin atəsindən topu çıxarmaq istəyirdi, amma alamadı Cavad Qarayev. Seyran. Qayda pozulub, Asif qaydanı pozdu. Cavadın əlinə deyir burada. Orada faalların sayı 5'dir. Məhz Laçın adına olacaq bir faal qapiometrli birbaşa zərbə deməkdir. Qalan dəqiqələr ərzində diqqətli də ehtiyatlı olmalıdırlar. Mehmet Ramazanov önə ala bilmir. Rövşənin müdaxiləsi vardı. Elmar Muradov. Asif pressing edirdi. Asif. Musayevin toxunuşu və korner. Seymur Səlimov. Səlimov yerdən müdaxilə. Sökdü aldı rəqibin ayaqları arasından. İlçin Məmmədov səbat edir, əzimkarlıq göstərdi burada. Rövşən. Bir kritik müdaxilə. Qasim Mahmudzadə bir qədər daşıdı. Artıq oyuncularda yorğunluq da hiss olunur. Üçün yavaş-yavaş sonlarına yaxınlaşır. Fəxri Allahverdiyev, Seymur Səlimov. Bax, belə şansları dəyərləndirmək lazımdır. Təbii ki, orada Seymur özü də məyus görünür. Qapıya doğru zərbəsi Ranguluzadə. Qapı tirib. Görüşün bitməsinə təxmini olaraq 4 dəqiqə yaxın bir müddət qalıb. Qalan dəqiqələr ərzində hesabda dəyişiklik olacaqmı? Seyran.
Vasif. Cavad Qarayev. Rəqibin səhvini bağışlamır. Vasif ona hədiyyə etdi. Cavad Qarayev isə dəyərləndir. 8-1. 25. 25. Bugünün son qarşılaşmasıdır. Artıq zənimizə qeyd etmək olar ki, Laçını qələbədən dəqiqələr ayırır, hətta bir qədər sonra saniyələr ayırır deyə əvəz edəcəm bu ifadəni. İlk turda ilk qələbəsini 3 xalını almağa çox yaxındır. Laçın kollektivi. Ramazanov kifayət qədər təhlükələnməkdir. Top qapıdan yan keçir. Cavad Qarayev. Atı yerinə yetiriləcək Cavad Qarayev. Tələsmir görətmə. Fəxri Allahverdiyev. Musayev çıxışda düzgün oynadı. Fəxriyə zərbə indirmə imkan vermir. Toğrulu geriyə ötürmə Musayev. Elmar Muradov. Cinal doğru Məhəmməd Ramazanov müdaxiləsi vardı. Seymur Səlimov Cavatdan öncə ayaq qoymağı bacardı. Turasan Zaqulbanı məğlub etdi. Məhəmməd Ramazanovun zərbəsi toxunuş korner. Cavad Qarayev qazandı. Görüşün ən məhsuldar, ən sərrast oyuncularından biridir Cavad Qarayev. Doğru. Son əmlələr, son cəhdlər təxmin olaraq son dəqiqə oynanılır görüşdə. Artıq qeyd etmək olar ki, məhz Laçını qələbədən saniyələr ayırır. Fərid Musayev Seymurun fərqləməsinə imkan vermir. Fəxri Allahverdiyev Seymurdan akrobatik zərbə izlədik, amma Sənalda nəticə hasil olmadı. Vasif qazandı. Mahmudzadə qardaşı ilə oynadı Asifin. Zərbəsi qeyri dəqiqdir. Cavad Qarayev. Son bir dəqiqə. Yeri gələnlər bizi xoş gördü. Bir daha xatırladım. Yeni Suraxanı stadionudur məhz. Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqasının 14-cü sezonu. Bu görüşdə veteranlar və Laçın komandaları üz-üzədir. Muradov Elmar aktivlə daha bir gol yazdırır. Yas Maksimov dəf edə bilmədi üzərindən gələn bu zərbəni. 1-10. Elmar Muradov bəlkə də görüşün son nöqtəsini qoydu. Gözlər artıq referidə. Daha doğrusu Elmar Mahmudov səhvimi düzəldim. Səlimov. Elə bu cəhdlərdə referi qarşılaşmanı bitirdi. Maraqlı bir mübarizə izlədik. İlk turda bu komandalar üzə gəldi. Laçın və veteranlar arasında bir görüş baş tutdu. Laçın komandası 10, veteranlar 1. Bu gözəl üçün hər iki komandaya təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.